Növbəti mövzumuz Photoshopda blend mode. Yəni layerlərin, təbəqələrin, qatların toplanıb üst-üstə gəlib fərqli effektlər yaratması. Baxaq görək mövzu nədir, nədən ibarətdir və bizim dizayner kimi işimizi harda yarayacaq. Normalda əslində biz Photoshopda istənilən bir layer yaratdıqda, daha doğrusu fayl yaradıb, orada bir layer əlavə etdikdə və ya şəkildirsə background layerə çevirdikdə, yuxarıda layer pəncərəsinin yuxarı hissəsində normal deyə bir drop-down menyu, yəni aşağı doğru açılan bir menyu görürsünüz. Biz bu vaxta qədər heç vaxt ora müdaxilə eləmirdik, amma artıq zamanı gəldi. Biz əgər bu siyahını açsaq, görürük ki, bu normanın altında uzun bir siyah var. Blend mode dediyimiz hissədə məhz buradır. Və diqqət etirsəz görərsiniz ki, kifayət qədər sayı çox olan bu layerlərin toplanma, bir-birinə təsir etmə rejimləri nazik boz xətlərlə bir-birindən ayrılıb. Yəni bu demək ki, buradakı qruplaşmalar müəyyən məntiqə əsasən formalaşdırılıbdır. Bunların hamısının üzərindən keçib ki, mövzu kifayət qədər əslində texniki, biraz da qəlizdir. Keçib yormaq istəməzdik. Baza səviyyədə gündəlik dizayn prosesində hansılar lazım ola bilərsə, biz ancaq sistemli şəkildə 2 və ya bəlkə 3 dərsdən ibarət mövzuda onların üzərindən keçərək bunları öyrənməyə çalışarıq. İlk başlayaq normaldan sonra gələn qrup. Yuxarıdakının adı ilə şərti olaraq bu qrupa deyirlər. Darken mode, yəni ki, tündləşdirən, qaraldan rejimlər. Bu 5 dənəsindən də bizə maraqlı olacaq sadəcə indiki halda ikisi. Multiply və linear burn. Nədir? Hansı məqsəddə qulluq edir? Gəlin ona baxaq. Mövzunu izah eləmək üçün qabaqcadan 2 nümunə hazırlamışıq. Daha doğrusu 2 layer hazırlamışıq. Biri sadəcə qaradan ağa, təmiz qaradan təmiz ağa gradient, digəri isə Illustratorda Blend Tool aləti ilə hazırlanmış 10 rəngdən ibarət keçid. Hansı ki, yenə də əslində qaradan ağa, amma pilləli şəkildə keçid yaradıbdır. Onu da qeyd edeyim ki, Illustratorda belə bir görüntünün alınması ilə bağlı, təbii ki, Blend Tool ilə bağlı bizim ayrıca video dərsimiz var. Tövsiyə edərdim ki, Illustratorun bu müvafiq mövzusunu öyrənmək üçün o dərsə nəzər salasınız. Və ona görə də yəni belə bir görüntünün hazırlanmasına burada toxunmuruq. Amma təkrar olsun deyə bir vektor shape-i bu şəkildə yaradıb ona necə gradient vermək lazımdır ki, yəni onu sürətlə toxunaq. İstənilən bir düz budağı çəkək. Əgər yuxarıda burada bizdə default olaraq tutaq ki, elə qara rəngdirsə, daha doğrusu, olsun. Qara rəngdirsə, yəni istənilən rəng də ola bilər təbii ki bu. Və biz bunu gradientə keçirtmək istəyiriksə, yuxarıdakı müvafiq gradient ikonkasını tıklamaq lazımdır. Gradient barından həmin bu parametrlərdən istənilən rəngi də verə bilər, amma bizə indi hal-hazırda qaradan ağa gradient lazımdır. Aşağıdan yuxarı deyil də soldan sağa ya da sağdan sola gradientin olması bizə lazım olduğuna görə. Gəlin burada 90 dərəcəni eləyək 0 və ya əllə bu markeri hərəkət elətdirə bilərik. 0 və enter avtomatik bizim gradient oldu bu şəkildə. Tamam, biraz səliqəsizliyi var deyə gəlin bunu sağa, bunu da sola ideal yapışdıraq. Yəni bir vektor shape çəkib də ona gradient verməyin yolu Photoshopda daha doğrusu bu. Bu gradient niyə çəkilib? Əslində çəkilib ki, bizim darken mode olan multiply və linear burn-ün mahiyyətini izah etmək üçün. Multiply necədir? Tündləşdirmə rejimləri necə işləyir? İstənilən piksel rəngli də olsa, yəni müvafiq formada ya tündür ya açıqdır. Ağ rəngimiz tamamilə açıqdır, yəni ağdan aşağısı yoxdur və ən tünd bizim rəng color pickerdə, rəng palitrasında ən küncdə olan bu qaradan da tündü yoxdur. Hər bir pikselin amma müvafiq formada açıqlığı və ya tündlüyü var. Hər bir layer öz açıq və ya tünd olma dərəcəsinə görə ya da belə deyək, tündlük gücünə görə darken mode-da özündən sonra gələn, görünən layerləri tündləşdirməklə məşğul olacaq. Məsələn, mənim aşağıda, gəlin bunu söndürək, alt tərəfdə, ən aşağı tərəfdə belə dənizdə gün batımı görüntüsünü əks elətdirən belə bir fotom var. Rəngarəng kifayət qədər qəşəng bir fotodur. Üzərinə də belə bir sinə yaratdığımız gradienti atdıq. Burada ən sol tərəf ən tündür, çünki qara rəngdədir. Ən sağ tərəf, ən sonuncu piksel isə ağappaqdır, yəni ondan aşağısı yoxdur. Digər onların arasındakı bu yüzlərlə, minlərlə piksellərimiz isə tündlük və açıqlıq dərəcəsinə görə fərqli rəngləri, təbii ki, ağdan qaraya doğru dəyişən fərqli boz rənglərdir. Hər biri tündlüyünə görə aşağıdakı rəngi tündləşdirəcək. Əgər biz
bu gradient layerini normaldan multiply-a dəyişsək. Multiple bir neçə layer, yəni indiki halda 2 layerdən söhbət gedir. Üst-üstə toplanacaq və aşağıdakı layeri tündləşdirəcək. Görürsünüz, ən soldakı qara rəng mütləq tünd görüntü yaratdı və bizim şəklimiz oldu qapqara. Ən sağdakı hissə isə, hətta biz geriyə qaytarım, zoom tool-la axıra qədər yaxınlaşdırıb baxsaq, ümumiyyətlə sağ tərəfdə heç bir dəyişikliyin olmadığını görərik. Amma bizim bu sərhəddi təyin edən bu görüntüdən də görünür ki, bizim burada əslində olan, mövcud olan o boz rənglər isə tündlük dərəcəsinə görə aşağıdakı layeri tündləşdirir, ta o vaxta qədər ki, ən sonda heç bir tündləşmə effekti olmur. Biz bunu əslində bu gradientdənsə böyük ehtimal ki, bu keçiddə daha yaxşı hiss eləyərik. Əslində bu pilləli qaradan ağa keçidin yaradılma məntiqi də odur. Eyni layeri təzədən biz multiply eləyək. Yəni artıq başa düşdüyünüz qədər burada da yəni eyni qaydada hər bir layer müəyyən qədər tündlüyə malikdir. Soldakı mütləq tündür, sağdakında isə heç bir tündlük yoxdur. Yəni ağdır, nurludur, işıqlıdır. Ona görə bura multiply-da tamamilə yoxa çıxdı. Çünki altdakı layeri tündləşdirmək üçün belə deyək, heç bir potensialı yoxdur. Sol tərəfdə isə onsuz da qaradır, yəni qaradan o tərəfə tündlük də bizdə yoxdur. Amma digərləri görürsünüz, tündlük dərəcəsinə görə aşağıdakı layerləri tündləşdirmiş oldu. İkisinə bir arada baxsaq, tamamilə bizə məncə məsələnin mahiyyəti aydın olar. Biz kölgə effektlərində bəzi vizuallarda kontrast yaratmaq üçün manual əllə toxunuş eləmək istədiyimiz hallarda bu tipli blend modlardan istifadə edirik. Multiply təbii ki, xüsusən də kölgə yaradılmasında bizim favoritimizdir. Amma bunun bir dənə də əmoğlusu var, o da linear burn. Adı üzərində, yəni burn sözü ingiliscə tərcümədə yandırmaq, yanmaq mənasını verir. Yəni burada multiply-dan fərqli olaraq bu tündlük daha kontrastlı olur. Ona görə də aşağıdakı rənglər multiply-dan fərqli olaraq obrazı desək daha yanmış şəkildə görünür. Eyni şeyi gradientə də tətbiq eləyək. Əslində, yəni ancaq ikisindən tanış oluruq da. Color burn-da ümumiyyətlə burada obrazı desək rənglər tamamilə yanır. Bəzən əslində belə aşırı kontrastlı görüntü almaq istəsək, hətta biz color burn-dan da istifadə edə bilərik, amma mövzudan uzaqlaşmadan linear burn-a geri qayıdaq. Əslində, yəni ki, biraz əvvəl gördüyünüz multiplying görüntüsündə bir rəng kontrastı yox idisə, daha çox ancaq tündləşmə ilə bağlı dəyişiklik var idisə, linear burn-da isə həm o tündləşmə var, eyni zamanda da xüsusən də orta hissələrdə rənglərin yanması, daha canlı, daha parlaq olması var. Təbii ki, verdiyimiz bu effektlərdə gəl bunu yığışdıraq, sadəcə bunu saxlayaq, pillələri saxlayaq. Verdiyimiz bu effektlər bəzən bizim belə deyək ki, gözləntimizdən daha çox ola bilərsə də, o zaman bu özlüyündə bir layerdir. Yəni baxmayaraq ki, biz linear burn blend moduna, rəng rejiminə keçirmişik, daha doğrusu layer rejiminə keçirmişik. Amma opacity-ni yenə də əlimizdən heç kim almayıb, biz rahatlıqla həmin layerin şəffaflığını azaldıb altdakı layerə təsir gücünü öldürə bilərik. Burada bir şeyə də diqqət yetirək. Bir çox hallarda, hər halda yox, bir çox hallarda bizim buradakı rəng, daha doğrusu layer modlarımız, blend modlarımız opacity-dənsə daha çox fillə daha yaxşı işləyir. Əslində opacity ilə filin fərqini biz irəlidə layer style mövzusunda sizinlə müzakirə edəcəyik, amma bu opacity və fil məntiqi fərqliliyi daha doğrusu burada özünü göstərir. Gəlin bunu müqayisə eləyək, elə gəlin belə eləyək. Biz Command J duplikatını çıxardaq, keçirək aşağı tərəfə. Hər ikisi linear burn-da olsun, amma gəlin birinə opacity-ni 50% verək. Hətta gəlin müvafiq formada ad verək. Birinə adı olsun opacity, o birisinin adı olsun fill. Hər ikisi hal-hazırda 100%-dədir. Hər ikisi 100%-dədir. Hər ikisi linear burn rəng rejimindədirlər, layer rejimindədirlər daha doğrusu. Opacity-ni mən məsələn 50% eləyim. Hər dəfə gəlib bura 3 saat 50% eləməyə ehtiyac yoxdur. Layer seçilidir və klaviaturada 5-i bassam, avtomatik həmin layerin opacity, yəni şəffaflığı olacaq 50%. Bir də fili götürək. Əgər mən eyni qaydada 50%-li fil vermək istəyirəmsə, Shift 5-i basmaqla da həmin layerin filini verdim 50% və fərqlilik göz qabağında bizim aşağıda olan, gəlin biraz məntiqli olsun, bunu keçirək aşağı. Aşağıda olan bu qaradan boza, qaradan ağa daha doğrusu 10 addımdakı keçidimiz linear burn-dadır, 50% şəffaflıqda. Yəni sanki layeri ümumi şəffaf vermişik.
Ona görə də yəni belə solğun, maraqsız bir görüntü yaranıb. Yəni bunu söndürək artıq diqqətimiz dağıtmasın. Filə gələndə isə biz layerin özünü deyil də sanki həmin o layerin altdakı foto layerinə təsirini biz 50% azaltmış olduq. Nəinki onu ümumilikdə 50% buradan gizlətdik. Ona görə də vizual effektlər üçün bu trükləri, bu layer modları biz istifadə etdikdə, daha doğrusu blend modları istifadə etdikdə, əgər dozasını, gücünü azaltmaq lazımdırsa, opacity deyil də daha çox fili istifadə eləmək lazım gələcək. Biz daha çox ona üstünlük veririk. Bu bizim ümumi məsələyə nəzəri yanaşmamız. Bir dənə də yekunda praktikanın tamamilə mövzunu beynimizdə bərkitmiş olaq. Tutaq ki, bir foto çəkiliş var. Foto çəkilişin sonunda belə bir məhsul var əlinizin altında. Və həmin bu məhsulu, bu fotonu, bu obyekti daha doğrusu kəsib hansısa başqa bir ağ olmayan rəngli fonun üzərində istifadə etmək istəyirsiniz. Bir reklam materialı üçün ola bilər, bir təqdimat üçün ola bilər və bir qablaşdırma dizaynı üçün eyni işi görmüş ola bilərsiniz. Gəlin layeri kiliddən açaq, götürək bizim sevimli Object Selection toolu və obyektimizi, indiki halda meyvələri fondan ayırmağa çalışaq. Əla, obyekt seçilidir və mən buna mask verirəm. Avtomatik obyektim fondan ayrıldı. Bizə fona da başqa hər hansı bir rəng lazımdır. Gəlin rəngi də bir məntiqli seçək. Yəni qaranın üzərində kölgə effekti hiss olunmayacağına görə əslində çünki belə çox qəşəng görünür. Qaranın əvəzinə gəlin elə dizayndan, daha doğrusu fotodan istənilən bir rəng götürək. Daha əvvəl də qeyd etmişdik, əgər əlimizdə hər hansı bir konkret rəng yoxdursa, tövsiyə, yəni harmonik görünsün deyənə fotonun içindəki rəngləri test edə bilərsiniz. Bir çox hallarda təbii ki, kifayət qədər harmonik rəng uyğunluğu görünəcək, yaranacaq. Ta ki olsun belə bir solğun, çikli sarı rəng. Bu avokadonun, bu meyvələrin kölgəsini də geri qaytarmaq istəyirəm. Halbuki shiftlə bir yerdə kölgənin üzərinə tıklasam müvəqqəti onu söndürə bilərəm. Halbuki bizim hazır kölgəmiz var idi. Biz rahatlıqla bundan istifadə edə bilərik. Gəlin bu meyvənin, daha doğrusu meyvə olan layerin duplikatını çıxardaq. Ctrl+C. Bizim əlifba ilə dilləndisi Ctrl+C. 2 dənə layer var. Bu bizim yuxarıdakı layerimiz olsun bizim meyvələrimiz. Hətta WhatsApp dilində elə meyvə, WhatsApp əlifbasında meyvə yaza bilərik. Buna da yazaq kölgə. Hələlik yuxarıdakını söndürürəm, aşağıdakını açıram. Biz kölgə yazdıq, amma kölgə yazmaqla bu kölgəyə çevrilmədi. Hələ də biz meyvələri görürük. Niyə? Mask mövzusunu xatırlayaq. Çünki bizim maskımızda kənar hissələr qaradır, mərkəz isə ağdır. Qara gizlədir, mərkəz görünür. Mərkəz görünür, hara görünür? Hal-hazırda meyvələr görünür. Shiftlə bir yerdə bunun üzərində tıklayaq, hələlik deaktiv edək. Bizə isə lazımdır ki, meyvələr görünməsin. Meyvədən qıraqda olan bütün hissələr görünsün. Niyə? Çünki kölgəmiz də həmin bu hissədədir. Hal-hazırda görünməyən hissədə. Biz rahatlıqla maskdakı bu rənglərin yerini dəyişə bilirik. Düzdür? Mask seçilidir, layer yox. Mask seçilidir. Ctrl+I, Ctrl+E, avtomatik maskda inversiya yarandı. Kənar indi ağdır, yəni biz kənarları görürük. Mərkəz isə qaradır, yəni mərkəz isə maskalanır və biz meyvələri görmürük. Bunu nəyə görə elədik? Çünki meyvələri də biz ayrıca bir layerdə onsuz da göstərmişik. Qayıtdıq, belə deyək ki, 2 layerlə bir yerdə qayıtdıq əvvəlki görüntüyə. Amma əvvəlkindən fərqli olaraq indi hər bir detal ayrı-ayrılıqda bir layerdir. Və mən indi istəyirəm ki, bizim bu kölgələrimiz qəşəng, səliqəli şəkildə aşağıdakı bu fondakı rənglə toplansın və müvafiq rəngin daha tünd variantına çevrilsin. Əks halda mən gərək oturub özümdən iyrənc bir kölgə çəkim bura. Onun üçün də kölgə layeri aktivdir. Gəlirəm rejimə, blend moda və multiply seçirəm. Nə baş verdi? Gəlin yuxarını söndürək hələlik. Bizim kölgələrdən ibarət ki, orada tünd qaradan ağa qədər ortada boz rənglər də olmaqla fərqli rənglər var idi. Onlar hamısı altdakı bu yaşıl, sarı, çalarlı layerin üzərinə gəldi. Həmin layeri tündləşdirdi və bizim kölgəmiz yarandı. Mən meyvələri də aktivləşdirdikdən sonra siz görə bilərəm ki, kifayət qədər səliqəli bir realistik kölgə yaranıb. Bəzən rəngləri belə ayırdıqda kənarda bu şəkildə konturlar əmələ gəlir. Bunun üçün sadəcə kölgə olan layeri seçin. Əmin olun ki, Move tool-dasınız. Klaviaturadakı yuxarı oxunu 1, 2, bəlkə də 3 dəfə basmaqla həmin o layerləri biraz sürüşdürə bilərik ki, kənardakı o ağ konturları görünməsin. Təbii ki, bu zaman kənara çıxmalar da ola bilər. O zaman brush'ı götürüb
100%li brushla, qara rənglə gəlin hələlik şəkil söndürək. Yəni yuxarı hissədə mənə mane olan, yuxarı hissənin üzərindən gedə bilərəm. Yuxarı hissəni ümumiyyətlə tamamilə yığışdıra bilərəm, çünki mənə indi ancaq aşağı hissə lazımdır. Ümumi bütün bu manipulyasiyalardan sonra produkt və kölgədən ibarət maraqlı bir görüntü yarandı. Bunun yaxşı tərəfi nədir? Biz rahatlıqla arxa fonu başqa bir rəngi də dəyişə bilərik ki, hər bir halda yenə də altdakı kölgə fonla bir yerdə multiply rejimində olduğuna görə toplanacaq və orada kölgə yaradacaq. Bəzən əgər bu kölgənin daha rəngli olmasını istəyirsinizsə, o zaman multiply-ın əvəzinə bugün öyrəndiyimiz linear burn rejimini qoya bilərik. Əvvəlkindən fərqli olaraq bir daha müqayisə edək. Multiply-da əgər burada kölgə sadəcə fonu tündləşdirməklə məşğul idisə, linear burn-da isə nəinki tündləşdirdi, eyni zamanda həmin hissəyə müəyyən bir rəng çalarlar da qatdı. Bu qədər yaşıl, tünd, yəni kölgə sizi qane eləmirsə, biz artıq bilirik ki, filə müdaxilə eləməklə bu çirkliyi biraz azalda bilərik. Fili ya gəlib buradakı bu scrollerlə tənzimləyə bilirik, ya da ki, layer seçili olduğu halda Shift 8-i bastım 80%, 5-i bastım Shift-lə bir yerdə 50% olmaqla daha solğun demək, daha gücü az olan bir kölgə effekti yarandı. Amma bu qədər belə şəffaf, realistik olmayan bir kölgəni çox da sevmirik. 80% yəqin ki 80%, bəlkə də 90%, qoy olsun 80% saxlamaqla həm biraz kölgənin tündlüyünü azalmış olarıq, həm də ümumi yəni ki, bu realistik kölgəni əlimizin altına tutmuş olarıq. İlk baxışdan qəliz görünən blend modlar və bugün öyrəndiyimiz multiply və linear burn blend modları, blend rejimlərini təkmilləşdirmək üçün eyni qaydada bizim də bu günləri tətbiq etdiyimiz kimi istənilən bir məhsul, meyvə, istənilən bir foto ola bilər. Götürün, yaxşı olar ki, təbii ki, onun qabaqcadan kölgəsi olsun. Burada bir şey də qeyd edim ki, əgər eyni nəticəni almaq lazımdırsa, o zaman fonun kifayət qədər təmiz və kontrastlı olması lazımdır. Yəni bir ağ fonda olsun, bir məhsul olsun, qəşəng səliqəli, realistik kölgəsi olsun. Onu fondan ayırmağa çalışın. 2 layer olsun əlinizdə yekunda. Birində mask tətbiq etməklə təbii ki, produktun özü olacaq. Digər mask inversiya olunmaqla ancaq kölgəsindən ibarət olacaq. Kölgəni multiply və ya linear burn-ə qoyun. Digəri isə təbii ki, orijinal layerimiz isə, məhsullan layer isə təbii ki, normal rejimdə qalacaq. Buradakı rejimləri linear burn, hətta bəlkə color burn-ə və təbii ki, əksər hallarda multiply-ə dəyişin, fonu dəyişin, eksperimentlər aparın və bu eksperiment sonunda ilk baxışdan çətin görünən blend modlar artıq sizin üçün də rahat olacaq. Bu mövzuda dərinləşmək lazımdır. Təbii ki, siyahıda bizdə alternativ rəng rejimləri də gözləyir. Bu rəng rejimləri və onların mahiyyəti, mövzuları növbəti dərsimizdə, növbəti dərsdə görüşərik.